Allah dua ibadətlərimizi qəbul eləsin inşallah. İlahi, əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. İlahi, bağışlamamış bizi bu dünyadan aparma. Ramazan ayının qalan saatlarının, qalan vaxtlarının feyzindən bizi binəsib eləmə. İlahi, bu ayda elədiyimiz kiçik, naqabil əməlləri böylü və layiq şəkildə bizdən qəbul elə. Orucluğu bizə axırıncı orucluq qərar vermə. İzzətin xatirinə izzətimizi əlimizdən alma. Sən and verirəm mübarək Ramazan ayının hörmətinə, hər kimin nə hacəti var, nə dərdi var, bugün hacətin götürüb sənin evə gəlib, hamımızın dərdlərimizə dərman elə. Bütün xəstələrə, nəzərdə olan xəstələrə şifaya acil mərhəmət elə. Ölənlərimizi qəriq rəhmət elə. Dünyadan köçən valideynlərimizə rəhmət elə. Qalanlarını, sağ olanlarını yerin göyün bəlasından hifz elə. Ömrümüzün axırınacan bizə halal minnətsiz ruzi mərhəmət elə. Bizi bundan artıq bir-birimizə mehriban elə. Bizi şeytan, nəfs-i əmmarə şərrindən hifz elə. Qəbrimizin əvvəl gecəsində Mövla Əmir-il-Muminini başımızın üstündə hazır elə. Dünya və axirət üzü ağamızın nur-u vilayətindən ayrı salma. İmam Hüseyin əleyhissalamın ziyarətinin həsrətində olanlara bu cəmə tezliklə Kərbəla ziyarətini nəsib elə. Müqəddəs məkanların ziyarətini bütün arzusunda olanlara bu cəmə qismət elə. Allah sanan verirəm, bu ayın ehtiramına Əli ibn Əbi Talib hörmətinə dünya və axirətlərin abad elə. Onları Qur'andan, Əhl-i Beytdən ayrı salma. Şəhidlərimizin ruhun bizə duası qərar ver. Qiyamət günü bizi şəhidlərimizin yanında xəcalətdə eləmə. Yaralı qazilərimizə, əskər zabitlərimizə tezliklə şifa mərhəmət elə. Tutulan oruzları, edilən ibadətləri qəbul elə.